Salam dəyərli müəllimələr. Bu günləri sizlər üçün 9-cu sinif texnologiya dərsliyindən 21-ci mövzunun yun, ipək, pambıq, kətan parçalarının hazırlanması və geyimlərə qulluq mövzusunun izahını verəcəm. Dəyərli müəllimələr, biz deməli bu parçalar haqqında, ütülənməsi haqqında 5-ci sinifdə nəm isti emal mövzusunda keçmişdik. Biz keçmişdik ki, pambıq və kətan parçaları 180-200 dərəcədə, İpək parçaları 110 dərəcəyə qədər, yun parçalar üçün 150 dərəcədən, sintetik parçalar üçün isə 110 dərəcədən çox olmamalıdır ütünün temperaturu. Yəni parçanı da deməli qatlanan ensiz ütüləmə lövhəsi üzərində ütülənirdi. Gözlərdən də məmulatla da nəm isti emalda gözlərə qədər məsafə 30-35 sm olmalıdır. Ayaq üstü ütüləməliyik. Bu bizim 5-ci sinifə inteqrasiyamızdır. Dəyərli müəllimələr, ipək və yun parçaları silağa qoymadan 40 dərəcədən yüksək olmayan temperaturda əl ilə yuyulur və yüngülcə də burmadan sıxırıq. Yüngülcə. Sonra nəm məmulatı da, yəni yun və ipək parçalarda nəm məmulatı asılmış halda quruduruq. Asılmış halda. Deməli, yun dedik ki, ütünün altı, yun parçalar üçün ütünün altı 150 dərəcə temperatura qədər olduqda ütülənir. İpək parçalarda isə ütünün altı 110 dərəcə temperatura qədər olduqda ütülənir. Bir də ki, dəyərli müəllimələr, yun parçalarda quru təmizləmədən istifadə edilir. Amma ipək parçalarda quru təmizləmə qadağandır. Yəni, ipək parçaları 40 dərəcədən artıq olmayan temperaturda əl ilə yuyulur. Sonra, hər ikisində yun parçalarda da, ipək parçalarda da xlor tərkibli maddələrlə ağartmaq olmaz, hər ikisinə aiddir. Sonra parçaları da, paltarları da yumadan öncə, yəni yuyulan məmulatları parçanın növünə görə, rənginə görə və çirklənmə dərəcəsinə görə çeşidlərə ayırırıq. Yun və ipək parçadan olan məmulatları 30-40 dərəcədən artıq temperaturda yumaq olmaz. Çünki yuma və yaxalama zamanı da su ilıq olmalıdır. Çünki əks halda bilirik ki, məmulat kiçilə bilər. Yun parçadan hazırlanmış geyimləri yuduqdan sonra tərs üzünə çevirmək lazımdır. Bu sizin deməli qaçılmaz suallarınızdan biridir testdə. Tərs üzünə çeviririk, ona görə tərs üzünə çeviririk ki, rəngi bozarmasın deyə. Nəm halda da paltarı sərərkən möhkəm çırpırıq. Nə üçün? Ona görə ki, paltarı ütüləyərkən qırışı tez açılsın. Sonra ipək məmulatları da qurumamış halda, yəni nəm halda ütüləmək lazımdır ki, qırışı daha rahat açılsın. Bir də dəyərli müəllimələr, ütünün altının temperaturu 110 dərəcəyə qədər olmalıdır. Bir də ipək paltarları astar hissədən ütüləmək lazımdır ki, onun tikişlərinin izi parçaya düşməsin. Ona görə, deməli, yun parçaları da əgər təmizləmək istəsəz, yəni yun məmulatları evdə təmizləmək istəyirsinizsə, ev şəraitində benzin, aseton, naşatir spirtindən istifadə edərək təmizləyə bilərsiniz. Sonra, bəs gəlin görək pambıq və kətan parçaları necə təmizlənir? Necə qulluq edilir pambıq və kətan parçalara? Dəyərli müəllimələr, boyamağa davamlı olan bütün pambıq və kətan parçalar 95 dərəcədən yüksək olmayan temperaturda yuyulur. Deməli, boyamağa davamlı olan bütün pambıq və kətan parçalar. Amma rəngi çıxan pambıq və kətan parçalar əl ilə 40 dərəcədən artıq olmayan temperaturda ehtiyatla yuyuruq. Amma rəngli pambıq və kətan parçaları, pambıq və kətan parçaları müxtəlif yuyucu vasitələrlə də yuya bilərik və sabunun köməyi ilə 60 dərəcədən yüksək olmayan temperaturda yuyulur. Deməli, dəyərli müəllimələr, pambıq və kətan parçalardan olan məmulatları paltar yuyanın barabanında qurutmaq olar. Ütünün də altının temperaturu 200 dərəcədən artıq olmayan temperaturda pambıq və kətan parçaları ütüləmək lazımdır. Amma pambıq və kətan parçaları istənilən həlledicidən istifadə etməklə quru təmizləmə apara bilərik. İstənilən həlledicidən istifadə etməklə. Xlor tərkibli vasitələrlə də rəngi çıxmayan amma
rəngi çıxmayan bütün pambıq və kətan parçaları ağarda bilərik. Amma rəngli parçaları, rəngliləri xlor tərkibli maddələrlə ağartmaq olmaz. Dəyərli müəllimələr, bax, paltarları da yuyarkən dedik ki, qırışmaması üçün çırpmaq lazımdır. Möhkəm çırpılır ki, qırışmasın və ütülənərkən rahat ütülənsin. Sonra yuyarkən paltarları tərsinə çevirmək lazımdır ki, gün bozartmasın. Sonra yuyulmuş paltarlarda bilirsiniz ki, köynəklər və koftalar çiynindən, şalvarları isə belindən asırlar. Amma yataq dəstlərində azca nəm halda ütülüyorsunuz, azca nəm halda. Amma pambıq və kətan parçadan olan məmulatları yüksək istilik rejimdə, yəni 150-210 dərəcədə ütülənir. Əgər həmən məmulatlar çox quruyubsa, bu zaman onun üzərinə nəm tiftikli əl dəsmallar bükürük, tam biraz saxlayırıq, saxladıktan sonra buxar rejimində ütüləməyə başlayırıq. Bax, dəyərli müəllimələr, boyamağa davamlı olan bütün pambıq və kətan parçalar 95 dərəcədən yüksək olmayan temperaturda yuyulur. Bu da boyamağa davamlı olan bütün pambıq və kətan parçalardır. Amma rəngi çıxan pambıq və kətan parçalar əli ilə yuyulur. 40 dərəcədən artıq olmayan temperaturda yuyulur. Rəngli paltarlar isə rəngli pambıq və kətan parçadan olan məmulatlar isə sabun məhlulu ilə 60 dərəcədən yüksək olmayan temperaturda yuyulur. Dəyərli müəllimələr, bu izahdan sonra inanmıram ki, bu dərsdə sizin çətinliyiniz olsun. Əgər siz də mənim ödənişli dərslərimdən yararlanmaq istəyirsinizsə, onda 050 433 35 49 nömrəsinə müraciət edə bilərsiniz.